Deməli, dəyərli dostlar, yanvar ayının 18-də Cənub İdman Klubu tərəfindən şəhidlərimiz Milli Qəhrəman General-Mayor Polad Həşimov, Milli Qəhrəman Gizir Pəncəli Teymurov və şəhid Rasim Rufullayevin xatirəsinə həsr olunmuş klublar arası boks yarışı keçirildi və bu yarışda deməli 11 klub təmsil olunurdu, 110-dan çox idmançı belə deyək, mübarizə aparırdı və həmin yarışın qonaqları qismində mən də iştirak edirdim. Məndən başqa digər deməli şəxslər də vardı, idmançılar, həmçinin belə deyək, Azərbaycanın tanınmış siyasətçilərindən olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud Mirəloğlu da həmin tədbirdə iştirak edirdi və belə deyək, açılış mərasimi oldu. Gənc idmançılara fikirlərimizi, necə deyərlər, xeyir dualarımızı verdik və bu yarışın ümumiyyətlə önəmi nədən ibarətdir, onu diqqətə çatdırım. Əvvəla onu deyim ki, bu kimi turnirlərin, yarışların keçirilməsi gənc idmançıların gələcəkdə daha böyük yarışlarda ölkəmizi təmsil etməsi baxımından önəmlidir. Yəni onlar bu yarışlarda bəlkə boşa düşürlər, ondan sonra çatışan, çatışmayan cəhətlərini öyrənirlər və s. və ilaxır. Amma mənim ən çox xoşum gələn məsələ burada nə idi? Deməli, orada fəxri fərmanın ekrana verirsiniz, görəcəksiniz. Bu yarış deməli, Polad Həşimov, Pəncəli Teymurov və Rasim Rufullayevin xatirəsinə təşkil olunurdu. Bizdə cəmiyyətin daha çox tanıdığı şəhidlərimiz var. Məsələn, adını qeyd elədik, Polad Həşimov, Pəncəli Teymurov, Mübariz İbrahimov, Əliyar Əliyev və s. Bir də daha az tanıdığımız şəhidlərimiz var. Şəhid şəhiddir, rütbəsindən, vəzifəsindən asılı olmayaraq və bu kimi turnirlərdə, məsələn, Rasim Rufullayev gənc şəhidimizdir və təbiidir ki, cəmiyyətə Pəncəli Teymurov qədər, Polad Həşimov qədər tanış bir sima deyil. Ancaq bu kimi yarışlarda, belə deyək, Rasim Rufullayev kimi şəhidlərimizin adının da çəkilməyi, bu müsbət bir haldır. Yəni, bizdə olur belə hallar ki, məsələn, cəmiyyətin ümumən tanıdığı, yəni əzbərdən bildiyi, deyək ki, bir 100 şəhidimiz var, ancaq bizim şəhidlərimiz axı cəmi 100 nəfərdən ibarət deyil. O baxımdan da bu yarışda məhz Rasim Rufullayevin də adının olmağı çox önəmli məqamdır. Buradan da öz təşəkkürümü yarışın təşkilatçısı, Cənub İdman Klubunun təsisçisi və direktoru, həmçinin də Azərbaycan Respublikasının əməkdar məşqçisi Samir Həsənova təşəkkürümü bildirirəm. Eyni zamanda həmin klubun vitse-prezidenti Yaşar Ağaməmmədov. Maraqlı bir yarış idi. Bir daha qeyd edirəm. Bu yarış Avropa dünya əhəmiyyətli yarışların təməlli hesab edilir. Ümumiyyətlə, böyük yarışlara məhz bu kimi deməli, turnirlərdən yol keçir. O baxımdan ki, yəni gənclər, yeniyetmələr bu kimi yarışlarda puxtələşirlər, özlərini daha yaxşı tərəfdən göstərirlər. Bir də ki, ayrıca təşəkkür nəyə görə? Mir Mahmud Fəttayev, Mir Mahmud ağa uzun müddət idi, ümumiyyətlə, mətbuatdan, mediadan kənardaydı. Son vaxtlar bilirsiniz ki, nəvəsinin faciəli şəkildə dünyasını dəyişməyindən sonra demək olar ki, biz onu nə belə deyək, ictimaiyyət arasında şəxsən mən görməmişdim və o da gənclərə tövsiyəsində, xeyir dualarında xüsusi bildirdi ki, bəli, bu kimi yarışlarda iştirak gələcək üçün Olimpiya çempionlarının, dünya çempionlarının, Avropa çempionlarının yetişməsi üçün bir, necə deyərlər, körpü rolunu oynayır və bir daha da həmin yarışda iştirak edən, həmin yarışın iştirakçısı olan bütün gənclərə uğurlar arzu edirəm. İnşallah növbəti yarışlarda da çalışacağım ki, yanınızda olun və bu uğurları, bu qazandığınız nailiyyətləri daha geniş ictimaiyyətə çatdıra bilək.